Salam Ərşad bəy, hər vaxtınız Salam, xeyir xeyir olsun. olsun, xeyir, Pərvin bəy. Ərşad bəy, mən istəyirəm tamaşaçılar üçün bildirim ki, biz Türkiyə ilə əlaqədəyik və indi hal-hazırda podkastımızı canlı yayım vasitəsilə çəkirik, hazırlayırıq Ərşad bəylə. Ərşad bəy, orada sahibkarsınız. 5 sahədə mən bildiyim qədərilə fəaliyyətiniz var, ayrı-ayrı sahələrdə. Doğru, Düzmü doğru. qeyd edirəm? Sizin haqqınızda məlumat topladığım zaman sizin uğur arxanızca getdiyiniz zamanlar olub, uğurun sizin arxanızca qaçdığı zamanlar olub. İnsan ümumiyyətlə nə vaxt qalib sayılır? Uğur qazananda, yoxsa uğur qazanmaq üçün yola çıxanda? Mənim aləmimdə uğur qazanmaq, yəni çox çətin bir şey deyil. Çətinlik onu başlayandadır. Əsl uğur isə biznesi kənara qoysaq, özünə qalib gələndədir uğur. Əsl uğur odur. Qalan nailiyyətlərdir. Bir dəfə qazanarsan, bir dəfə itirərsən, bir də səhv eləyərsən. Yəni enişli yoxuşdu, bu həyat tərzi belədir. Biznesdə də, adi həyatda da bunlar hamısı olmalıdır və olur. Əsl uğura gələndə isə sən yaşlaşdıqca bilirsən ki, bunların mahiyyəti çox da böyükdür. Yəni qazanılan adlar, alınan sertifikatlar, kuboklar, məşhurluq, populyarlıq, pul qazanmaq, həmin sahədə bir iqtidar qazanmaq hələ ki qalib olmaq demək deyil. Mən belə başa düşürəm. Hər bir insan bu həyatda yaşadıqca bunları eləməlidir. Bir vasitədir, yaşamaq üçün bir vasitədir. Amma biz əsl uğurdan danışırıqsa, sən oxuduqların, bildiyin, aldığın sertifikatlar, diplomlar, həyat təcrübən bu hər bir insana xas olan bir şeydir. Əsl uğura gələndə isə sonra yaşlaşdıqca başa düşürsən ki, sənin nailiyyətlərin sənə nə verir? Bunlar əgər sənin içini doldurmursa, içində boşluq varsa, o zaman sual verirsən ki, bu uğurdur, yoxsa qazandıqların bir vasitədir, neysə əldə etmək üçün, neysə almaq üçün, neysə tikmək üçün, ailəni dolandırmaq üçün. Təbiətə baxanda hər şey bəlli olur. Allahın yaratdığı bütün heyvanlar aləmi, canlı nə varsa, ağac da olsa belə, bu həyat tərzi nəticə odur. Yəni, heyvanlar da yaşayır, dünyasını dəyişir, insanlar da eyni. Onlar daha mükəmməl yaşayır, nəinki insan. İnsan əzab, əziyyət, fikirlər, dərd, qəm, stres, depressiya, heyvanlara baxan zaman onlar bir qarnını yeyir, sonra rahat gedir, yaşayır. Heç problemi yoxdur. Amma insan o nailiyyətləri əldə etdikcə, bir o qədər də problem özünə yaşadır. Orada uca sual çıxır ortaya. Sən düzmü uğurlara qiymət verirsən? Uğur odur mu? Yoxsa sən özünə içindəki nəfsivə? Bəli. Oradan sual çıxır ortaya. Sən uğur haqqında düzgün fikrin var. Sən bilirsən uğur nədir, yoxsa yox. O ortaya çıxan zaman sən görürsən ki, yox. O əldə etdiyin hər bir şey bir şeyin nəticəsidir. Başladığın bir səbəb olur və onun nəticəsi olur. Bunun nəticə kimi bax, əsl uğur isə sənin özün özünə qalib gələn zaman, nəfsivə, düşüncələrə, daxili aləmi yarada bilərsənsə, əsl uğur odur. Mən belə fikirləşirəm. Nəfsinizlə bağlı mümkün deyil ki, sizdə də nəfsinizlə bağlı döyüşlər, daxili savaşlar olmasın. Bu barədə danışacağıq. Amma belə bir yanılma var. Düzdür, buna yanılma demək olar, yoxsa yox, onu siz izah eləyəcəksiniz. Bəzən biznesdə uğur qazanan insanlar üçün belə bir stereotip var ki, onlar simiclik etdikləri üçün uğur qazanırlar. Yəni, pul toplaya bilirlər, daha çox pul qazana bilirlər, daha çox varlana bilirlər. Onlar simicdirlər deyənə qazana bilirlər. Amma mənim fikrim bu barədə əksinədir. Mənə maraqlıdır sizin fikriniz. Sonda mən soruşsaz, mən də öz fikrimi deyərəm. Bəlkə də üst-üstə düşdü fikrimiz. Doğrudan da bu stereotipdir, yoxsa həqiqətdir? Orada həqiqət də var. Amma o bütöv həqiqət deyil. Yarımçılıq həqiqət. Yəni simic insan var. O nəfs dediyin şey məndə də olub, əlbəttə var. Ya da o da bir Allahın verdiyi bir şeydir. Yəni hardan əmələ gəldi ki? Verilən bütün hissiyatlar Allahla bağlıdır. Amma yazda da var, yəni Quranda da var, yəni mən sizə verdim və siz seçimi edin. Onunla mübarizə edin. Düzün də necə etməyin hamısını göstərir. Amma uğurlar simicliyin ucbatından, simiclə bağlıdırmı, simicliklə bağlıdırmı?
Yox, uğur məsələsini qoyduq kənara. Yox, uğur mövzusunu bura qarışdırmayaq. Sualın tamam başqa istiqamətdədir. Yəni belə bir stereotiplər var. Ə, belə deyək, bütün cəmiyyətin deməyək, əksəriyyətinin belə bir stereotipi var ki, onlar simic olduqları üçün bu belə deyək, varlılığı əldə edə bilirlər, bizneslərini davam etdirə bilirlər. Biz əli açığı adamlarıq. Ona görə bizdə daha çox statusu yüksəltmək, varlanmaq mümkün olmur. Bu barədə istəyirəm Əlbəttə elə danışaq. deyil. Qısa da olsa bu barədə danışaq. Sən bir biznesmensən, düşüncəli biznesmen. Bilirsən ki, bu gün sənin qazandığın nə varsa, onları toplayıb sonra böyük bir iş görə bilərsən. Böyük bir iş görən zaman daha çox pul qazana bilərsən. Sonra o daha çox qazandığın puldan sən necə istifadə edəcəksən? Əgər o cəmiyyət üçün, insanlar üçün gələcək naminə elə bir şeylə qura bilərsənsə, o insanlara xeyir gətirə bilər. Onların həyat tərzini dəyişə bilər. Ya bir tələbəni oxuda bilərsən, ya bir məscid tikə bilərsən, ya bir biznes şkolu aça bilərsən və insanlar oradan bəhrələnə bilib inkişaf edə bilər. Nə oldu? Təməli. Onun Yəni əvvəldə bunlar siz sual olması- qoyursunuz ki, bəs Bəli, bu simişlikdir? Yox. Bu ekonomiyanı, finansal düzgün başa düşməkdir. Yəni biznesmen fikirləşir ki, mən 10 ildən sonra nə edə bilərəm? Uzağı görən adamdır o. Amma bir başqası deyir, mən bir gün qazanıram, bir gün bunu edəcəm. Və əlindəki 5 manatı da xərclədir, deyək birinə bir xeyirxah iş gördü, deyir ki, mən xeyirxah adamam. İndi gəlin həqiqət axtarıqsa görək bunların hansı daha düzgün fikirləşir. Biri bir insana kömək elədi, biri isə 10 ildən sonra 1000 adama kömək elədi. Biri daha bəhrə verə bildi, biri isə deyir bir ağaca yarpaq olunca bir ağaca budaq ol ki, onu ucalda biləsən. Biz budaqdan söhbət edirik yoxsa yarpaqdan? Mahiyyət, dərinlik orada var. Tamamilə başa düşdüm sizə. Məsələn, düzdür indi müqayisə etmirəm, amma Zeynalabdin Tağıyev qeyd edir ki, heç vaxt mən günəşdən gec ayılmamışam, yuxudan. Yəni səhərlər günəşdən heç vaxt gec ayılmamışam. İndi Ərşad bəy, siz bir biznesmen olaraq gününüzü, vaxtınızı necə keçirirsiniz? Bu rutinlər necə baş verir? Bir biznesmen necə yaşayır? Əsl biznesmendən söhbət edirik. Və Əsl biznesmen. sıfırdan başlayan biznesmendən. Əgər o sıfırdan başlayırsa, o hər günün, hər dəqiqənin içində yaşayan bir adamdır. Yəni mən bu saat nə edəcəm? O fikirləşmir, mən səhər saat 8-də yeməyimi yeyəcəm, sonra günortamı yeyəcəm, saat 12-də yoxsa 1-də, sonra saat 5-də, 6-da. Bu rejimlə yaşayacağam. Bunu bir kənara qoyur. Çünki o sıfırdan işi gördüyü üçün hadisələr necə olacaq, hansı problemlərlə üzləşəcək, bunların heç biri yoxdur. Çünki bu sıfırdan başlayır. Nə ilə üzləşdiyini də bilmir. Bu struktur yaranana kimi bunun həyat tərzi belə olur. Mən bir dəfə onu misal çəkmişəm, bilirsən bu nəyə bənzəyir o? Aeroportda samolyot yerinə dəbərəndə hamı içəridə oturur, başlayır o samolyot motorun gücünü artırır, gürültü artır, sonra yerindən dəbərib. Hə, o biznesmenin sıfırdan başlamına bənzəyir. Yəni hər şey xaotikdir onun həyatında. Nə vaxt yedi, nə vaxt içdi, nə vaxt yatacaq, nə vaxt duracaq, bunlar bəlli olmur. Elə bir samolyot qalxır göyün bir hissəsinə, oradan rahat, səssiz uçur yəni. Hər şey rahatdır. Ora çatandan sonra o deməkdir ki, sən bir sistem yaradırsan, o sistem elə bir stabil istəyir ki, saata bənzəyir. Hər şey saatın mexanizmi kimi işləyir. Sistem öz işləyir, sahibkarsız. Onda deyə bilərsən ki, mən biznesi qurdum, mən biznesmenəm. Ona kimi sənin əgər hər gün işlə keçirsə və hər problemi özün həll edirsənsə, bu biznesin içində yaşamaq deməkdir. Buna daha doğrusu mən bir iş qurdum, özüm üçün iş görürəm. İndi bunun adını biznes qoyaq, yoxsa təzə qurulmuş biznes qoyaq, yoxsa biznesmenin qurduğu bir işdə hansı ki başa gətirməyib, hələ yoluna qoymayıb, adını cürbəcür qoymaq olar. O da biznesdir. Amma yəni sistemli biznes deyil. Biz düzdür söhbətimizi biznes üzərindən aparırıq, ticarət üzərindən aparırıq. Gəlin elə o istiqamətdə irəliləyək. Uğur deyəndə artıq mən biznes sahəsində uğuru nəzərdə tuturam. Bunu tamaşaçılar üçün də qeyd edeyim, sizin üçün də izah edeyim. İnsanlar uğur qazanmaq üçün nələrisə qurban verməlidirlərmi? Və bu ikinci hissəsi də var sualımın. Siz öz həyatınızda nələrisə qurban vermisinizmi? Həyat elə qurulub. Sən bir şey əldə etmək üçün neysə mütləq
verməlisən, itirməlisən. Bax onun Biznesdən nələrdir? danışırıqsa, Nələrdir Ərşad bax, bəy? sən nailiyyətlər əldə etmək Bəli. istəyirsən, sıfırdan işə başlayıbsan. Sən o işi həyata keçirmək üçün hamıdan tez durub o işin dalısına getməlisən. Nə itirdin? Yuxu. Əgər fikirləşirsən ki, sən ora tez gedib çatmalısan və yeməyə bir şey yoxdursa, sən ac da gedə bilərsən. Nə itirdin? Yemək. Əgər işdə problemlər çoxdursa, sən evə gec qayıda bilərsən. Nə itirdin? Vaxtı. Harda işlə? Gec gələrsən ola bilər. İşte yemək yeməzsən, piraşka yeyərsən. Nə itirdin? Yeməyi. Əgər işdə problemlər artırsa, iş böyüyən zaman sənin ən çox istifadə edilən nədir? Öz düşüncə. Yorulursan. Nə itirirsən? Rahatçılığı. Əgər işdə bir hadisə, bir problem olan zaman sən orada nə itirə bilərsən? Pul. Qazandığın pula. Yəni, biznesdə olur. Yəni, çox şey itirə bilərsən. Baxır, sən o işin gedişatında nələr çıxır ortaya. Adi həyatda dahi ən xoş günü belə götürək, çox-çox üzr istəyirəm, elə bir evlənirsən. Bir qızı sevən zaman nə itirirsən? Rahatçılığı. Niyə? Baxır sevginin dərəcəsinə, eşq vurur təpəvə, gecələr pis yatırsan. Sonra o xoş gün həyata keçdi, evləndiniz. Nə itirirsən? Tək yerdin, indi 2 nəfər yezdirmək lazımdır. Nə itirdin? Gənə finansıvı. Sonra sözlər üstə düşmür, bəzi şeylər anlaşılmır. Nə itirirsən? Rahatçılığı. Konflikt dərinləşən zaman nə itirirsən? Həyatın yarısın. Lap alınmayan zaman nə itirirsən? Xoşbəxtlik. Aldığın şeyi itirdin. Amma sən başqa şey istəyirdin. Həyatda bir şeyi əldə etməkdən sarı mütləq neysə qurban vermək lazımdır. Bu qanundur yəni. Bəzən belə bir deyim istifadə edirlər ki, yəni kupe maşınlarda adətən 2 oturacaq var. Biri sürücü, biri sərnişin. Yəni sən artıq o cür yüksək məbləğli maşın almaq səviyyəsinə gəlib çatmısansa, artıq sənin yanında 1-2 nəfər adam olacaq. Ərşad bəy, siz özünüz də bu istiqamətdə irəlilədikcə olubmu ki, köhnə dostlarınızı da itirəsiz, köhnə tanışlarınıza da vaxt ayıra bilməyəsiz, artıq o görüşdüyünüz şəxslərlə işiniz gərək deyil deyənə, işiniz tələb etmir deyənə görüşməkdən imtina edəsiz, başqa insanlarla görüşmək məcburiyyətində qalasınız və yaxud can atasınız. Sən biznes sahəsində inkişaf edən zaman sən ətraf mühitin dəyişir, o çərçivə dəyişir. Ünsiyyətdə olduğun insanlar başqa insanlar olur. Amma uşaqlıq dostluğundur, tələbələr illərində qazandığın dostlardır, həyatda qazandığın dostlardır. Onların çoxlarına münasibət saxlamaq mümkündür və lazımdır. Çünki sən təkcə həyatı biznesə bağlamırsan ki, biznes sahəsində olan söhbətləri, biznes adamla söhbət edirsən, uşaqlıq illərin, tələbəlik dövrün yaşadığın mühiti o insanlarla danışa bilərsən. Yəni mümkündür. Yəni heç vaxt olmayıb ki, siz məsəl üçün 20 il bundan əvvəl görüşdüyünüz, çay içdiyiniz şəxslərlə artıq demək olar ki, bir 10 ildir, 15 ildir artıq görüşmürsüz, görüşə bilmirsiniz. Ya söhbətiniz uyğun gəlmir, ya artıq çevrəniz dəyişib, başqa insanlarla danışırsınız. Olubmu belə şey? O maraqlıydı mənə. İllərim orada keçirmişəm. İldə bir dəfə, 2 dəfə Azərbaycana gələn zaman kimlə alınırsa onlarla görüşürük. Yəni çox insanları əlbəttə itirmişik. Baxın, tamaşaçıları maraqlandıran suallardan biri olacaq bu. Bunu səssizcə sakit soruşmaq istəyirəm sizdən. Məncə siz bu suala ətraflı cavab verə bilərsiniz. Ərşad bəy, pul insanı dəyişirmi? Əlbəttə dəyişir. Çox az insan var ki, pulun dəyişmir. Çünki niyə? Bu mənim özümdə də olub yəni. Niyə dəyişir? Mən çox onun haqqında fikirləşmişəm. Mənim cavabım belə olardı. Çünki insan yaşadıkça o demək deyir ki, sən pulun dalı sıra qaçırsan. Yəni dəyişir, neynir? Baxın, onu zəhmət olmasın, biraz açaq. Mən istəyərdim onun kökünə, baxın. bunun kökünə gedim ki, əgər niyə insan pulun dalı sıra qaçır, yoxsa insan düşüncəsində olan hissiyatları əldə etmək üçün onun dalı sıra düşür. Əlbəttə yox, pulun yox. O əldə edə biləcəyi nələr varsa, nələr istəyirsə, onun üçün pul lazımdır. Bəli, o hissiyatların dalı sıra qaçır.
Sonra əldə etdikcə o hissiyatlar qurtarmır, o arzular qurtarmır. 1 milyon istəyirsə, sonra 2 milyon istəyir, 2 milyon istəyirsə 5 milyon istəyir. Bunlar əldə etdikcə bir yandan pulun çoxluğu, bir yandan da o arzuların həyata keçməyi o qədər insanı özünə bağlayır ki, insan öz həyatı yadından çıxır. O elə bilir ki, həqiqətən həmən elə pul və bu arzuların həyata keçməyi bərabərləşdirir insanı arzularından. Ondan sonra fərqin görür, müqayisə edir, kiminlə, özünlə bir başqasın. Bundan nailiyyət var, başqasında, deyək tanıdığı adamda, ya yoldaşında, ya tanışında o yoxdur. Problem oradan başlayır. Hələ ki, özünü kimdənsə müqayisə eləmir, problem yoxdur. Problem müqayisədən başlayır. Ən pisi də odur. Və bütün insanların, səhv eləyərəm, çox insanların pula münasibəti, vara dövləti münasibəti nədir? Mən özümü xoşbəxt hiss eləyirəm. Ona görə ki, mən kimdənsə üstünəm. Deməli, başqasının kasıb olmağına sən sevinirsənsə, problem oradan başlayır. Çox dərin bir məsələdə toxundunuz. Çox. Çünki insan sevinə bilər. Məsəl üçün, yaxşı geyim geyinir, yaxşı parçadan geyim geyinir, yaxşı keyfiyyətli yemək yeyir, daha yaxşı qidalanır, daha çox ölkələrə səyahət edir. Buna sevinə bilər, buna xoşbəxt ola bilər. Amma bu normaldır, yəni belə deyək də. Amma sizin qeyd etdiyiniz məsələ isə anormal bir haldır. Bu xəstəliyin bir göstəriciləridir. Yəni sən nə vaxt hiss elədin ki, sən başqasına yuxarıdan aşağı baxırsan, ya başqasının geri qalmağına özünü müqayisədə sevinirsənsə, sən uca xəstəsən, pul xəstəsisən. Pul insan dəyişir, mən fikrimi oraya gətirib çıxartmaq istəyirəm. Əgər bu sualı özünə verə bilirsən və deyirsən, mən xəstəyəm, çünki başqasıyla müqayisə edib buna sevinirəm, onda dediyimiz uğur ortaya çıxır ki, sən özünə qalib gələn zaman uğur olacaqsan. O fikirləri başından sil. Özünlə müqayisə elə. Həqiqət odur. Əgər mən 5 il qabaqki Ərşada baxıb ona gülmürəmsə, bu o deməkdir ki, mən dəyişməmişəm. Heç uğurlarım da olmayıb. Təşəkkür edirik bu etirafa görə sizə. Və çox sağ olun. Hər şəxs gələcəyə 5 ildən sonra mən baxıb o nailiyyətlərimi görə bilmirəmsə, mən kim ola bilərəm? Ona da o şəkildə baxmıramsa, mən bundan sonra inkişaf etməyəcəm. İnsan ildən ilə, gündən günə özünü müqayisə eləməlidir. O vaxt buna adın uğur demək olar. Baxın, bəzən insanların pis vəziyyətdə olmasına, pis gününə, yəni bir fəlakət gəlsə də başına, kədərlənən insanlar çox olur onun ətrafında. Həm dostları onun qəmli günündə yanında iştirak edirlər, həm kənar insanlar, həm qohumları. Amma bir insan uğur qazananda onun ətrafında ona maşallah çox gözəl, nə gözəl uğurdur, həmişə davamlı olsun bu uğurun filan boğazdan yuxarı sözlər deyilir. Amma baxışlardan və yaxud da ki hissiyatla anlamaq olur ki, həmin insan qəlbən sənin uğuruna sevinə bilmir. Niyə insanlar başqa insanların uğurlarını qəbullana bilmirlər Ərşad bəy? Pərvin bəy, çox sadə bir şeydir mənim üçün. Biz nəticəyə yox, səbəbə həmişə baxmalıyıq. Bu gün Ərşad dediyiniz insandırsa, Ərşad niyə belədir? Çünki bizim lap uşaqlıqdan o sadiqə, məktəbə, instituta, bu günə kimi yaşadığımız həyatda lap uşaqlıqdan bizə düzgün istiqamət verməyiblər. Və insanların günahı yoxdur. Yəni, indi mən nəticə kimi özümü ortaya qoysam, mənim heç bir günahım yoxdur. O məndə varsa. O fikir insanlarda varsa, sizin dediyiniz şeylər, insanların heç bir günahı yoxdur. İnsan formalaşan dövrdə, lap uşaqlıqdan ona nə öyrədirlər? Birinci ol. Hamıdan yaxşı ol. Qabaqda dur. Çox pul qazan. Güclü ol. Kimdən? Başqasından. Bu fikirləri bizim başımıza kim yazır? Ya valideynlərimiz, ya cəmiyyət, ya institut, ya orta məktəb. Biz öndə ol sözünlə formalaşırıq. İndi mən öndə deyirəm. Sən öndəsən, Pərvin bəy. Mən buna necə sevinim? Əgər mənə öyrətsəydilər ki, Pərvin bəyin 5 alıb, gəl onu təbrik elə, ona sevinin. Bu ruhda böyüsəydim, indi sizin dediyiniz şey ortaya çıxmazdı. Mən elə görürəm. Valideynindən başlayır, tərbiyə ocaqları, deyək ki, sadiq,
məktəb, institut, sonra da cəmiyyət. Bunların hamısının orada rolu var. Belə bir halla üzləşmisinizmi? Hiss eləyəsiniz ki, bu həqiqətən mənim uğuruma sevirən insan deyil. O da olub. Özüm də qısqanclıq əmələ gətirib məndə də başqasının nailiyyətləri. Əlbəttə bu həyatdır. Orta məktəbdə oxuyanda yaxşı oxuyanlar həmişə o vaxt Sovet hökumətində qabaqda otuzdururlar. Və sinif rəhbərinin də çox belə səlahiyyətləri böyük idi, yəni. Məktəb direktoru həmişə sinif rəhbərinə hansı sinifdə necə oxuyurlar uşaqlar, onunla maraqlanırdı. İndi bilmirəm necədir. Qabaqda oturardım və yaxşı oxuyardım. Sonra ikinci sinif, yoxsa üçüncü sinifdə tətildə qonşu uşaqlardan münasibət qurursan, sonra dostlaşırsan, sonra məktəbdə də gedib arxada oturursan. Çünki uşaqsan da, hələ o gələcək fikirləşmirsən. Və mən çox başladım pis oxumağa. Müəllim, sinif rəhbərim, Allah o biri dünyasını versin, yəni, sinif rəhbərim bunu vaxtında gördü. Ki, mən keçənki uşaq deyiləm, yəni. Məni təzədən yerimi dəyişdi, gətirdi, oturdu qabağa. Bu, müəllimin düzgün istiqamət verməyidir və təməl odur, bax. Sonra, deyək, orta məktəbi qutaran zaman, instituta qəbul olan zaman bir çətinlik var idi. O vaxt instituta girmək çətinlik idi. Mən ikinci imtahandan səhv eləmirəmsə 3 aldım. Amma tanıdığım başqa adam 4 aldı. Məndə qısqanclıq əmələ gəldi. Mən axı özümü daha yaxşı oxuya bilirəm. Niyə mən 3 aldım? Və o qısqanclıq məndə niyə əmələ gəldi? O vaxt mən onun cavabını bilmirdim. Eyni işi görürsən, eyni şəraitdir, eyni mühitdir. Birinin işi daha yaxşı gedirsən ikinə baxan zaman səndə qısqanclıq əmələ gəlir. Daha sonra onun cavabını tapa bildinizmi? Əlbəttə. Qayıdıb keçmişə baxanda ki, bunlar hardan, səbəb nədir, kök hardandır? Dediyim, ailədən çıxan tərbiyə növüdür, sonra məktəbdə sən yaxşı oxumalısan, sonra institutda nailiyyətləri müqayisə edən zaman bunların hamısı üstə gəlir. Səndə bir ərşad formalaşır. Onun düşüncəsində belə bir şey var ki, sən hamıdan üstün olmalısan. Amma sual çıxır, niyə? Niyə hamıdan üstün olmalısan? Bu nə qədər vacibdir? Nə qədər önəmlidir? Bu sənin bütün həyatın mənasını dəyişirmi? Yox. Biz həyatın mənasını bilmədiyimiz üçün bağlayırıq ora. Həyatın mənasını bizə öyrətmədilər. İnsan qədər mürəkkəb bir məxluq yoxdur. Amma biz bir evə bir deyək, xaladinlik alırsan, televizor alırsan, onun instruksiyası olur. Bundan necə istifadə edə bilərsən? Yaxud harası bir problem çıxanda ona müraciət edirik, onun vasitəsilə həll edirik. Bəli, amma bu qədər mürəkkəb canlı dünyada nə varsa onların ən başında olan insan çox mürəkkəb məxluqdur. Amma o özü necə idarə etməlidir? Nələri öyrənməlidir? Bunun haqqında açıqlama çox dərin yoxdur. Deyirlər, var, belə ol. Amma mən elə ola bilmirəm. İnsan dünyaya gələn zaman lap uşaqlıqdan onun bildiyi bir şey varmı? Bəzən deyirlər ki, var. Varmı? Sual çıxır ortaya. Təzə dünyaya gələn uşağın bildiyi bir şey var? Təbii ki, instinktiv olaraq dodaqları ilə əmzik axtarır ki, yemək yeyə bilsin, onu bilir. Pərvin bəy, o heyvanlarda da var. Amma Bəli, o heyvani tərəfidir. Bu, yəni Allahın verdiyi bir şeylər var, hansı ki o insanın ölməmək üçündür. Sonra insanı dahiləşdirən, mükəmməl edib kamilliyə gətirən başqa şeylər var. O biliklərdir. Mən çox vaxt din insanları ilə belə bir zakir edirəm. Mən həmişə narazıyım onların cavabından ki, Allah Taala insana ağıl verib. Deyirəm, veribsə niyə hamıyını verməyib? Amma mənim aləmdə Allah Taala insana ağıldan yüksək hər şey verib. Yəni baş verib, içində beyin verib və gözəl düşünən beyin. Qalanın biz yığırıq ora. Biz yığa bilmiriksə uşaqlıqdan, yəni valideynlərimiz yığır, mühit yığır, cəmiyyət yığır, məktəb yığır. Ora biz zibil də yığa bilərik, ağıl da yığa bilərik. Və biz onun nəticəsiyik. Ərşad bugün kimdirsə,
O keçmişinin güzgüsüdür. Belə bir deyim çıxdı qarşıma. Müsahibədən izləmişdim bunu. Hacı Şahin Həsənlinin müsahibəsi idi. Qeyd edir ki, insan ağılla çata bilmədiyi məqamlar ola bilər ki, həmin məqama çatdıqda artıq ağıl öz funksiyasını itirir. Ya ona o dərk etmə qabiliyyəti verilməyib və yaxud da ki, maksimum ağlın düşünüb çata biləcəyi nöqtə həmin nöqtədir. Amma ondan sonra irəliləyə biləcəyi insan ruhunun malik olduğu şey qəlbdir. Allah rəhmət etsin Hacı Şahini. Gözəl daha bir insan idi. Düz deyir, amma açıqlama. Səbəb nədir? Bunun açıqlaması nədir? Mən əsas oranı göstərmək istəyirəm, oranı öyrənirəm yəni. Mənim psixologiya elmini oxumağım, NLP proqramlarının, coach şkolasının səbəbi o idi. Yəni, hamı deyir ki, bir həddə kimi ağılla çata bilərsən. Oradan o yana sənin bilmədiyi şeylər var. Əlbəttə var. Və niyə bilmirik? Sual çıxır ortaya. Niyə etmək lazımdır o zaman? Bilmirəmsə bununla barışmaq lazımdır. Onda belə bir şeyə baxaq. Bu kainata baxsaq, o qədər böyükdür ki, yer, göy, okean, ulduzlar, milyonlar hər bir ulduz bir günəş sistemidir. Sayı da hesabı da yoxdur. Galaktika çox böyükdür. Amma bizim bildiklərimiz çox kiçik bir şeydir. Yəni, müqayisə edən zaman bizim bildiklərimiz niçtoz numalı. Çox xırda bir şeydir. Əgər bildiyimiz xırdadsa, biz də çox kiçik bir şeyik. Aha, amma bilmədiyimizə baxın, çox böyükdür. Bilmədiyimiz böyüksə, nə etmək lazımdır? Onu bilmək lazımdır. O zaman bilməyimizə heç ehtiyac yoxdur Ərşad bəy. Yəni, o məsələ burasındadır ki, hər şeyi bilməyə də ehtiyacımız yoxdur bəlkə. Bilməsək də olar. Sadəcə inansaq, hiss etsək kifayət edər. Yəni, bilgi ağıl üçündür, amma hiss qəlb üçündür. Bəlkə o qədər bilgi ilə yüklənməyimizə bizim heç ehtiyacımız yoxdur. Tamam, o sualınızın cavabına gəlmək istəyirəm. Buyurun. Niyə o lazımdır? Buyurun. Biz nə vaxt ki deyirik, bilirik, bütün qapılar bizə bağlıdır. Da bilirsən, nə öyrənəcəksən. Aha. Biz nə vaxt deyirik ki, bizim bildiyimiz çox azdır, bilmədiyimiz çox böyük. Bax, o vaxt qapılar bizim üstümüzə açılır. Və mən deyirəm, mən heç özümü tanımıram. Sual oradan doğur. Mən heç özümü tanımıram. Deməli, özümü tanımalıyam. Özümü nə qədər çox tanıyıramsə, o bilmədiyimiz şeylər bir o qədər bizə aydınlıq gəlir. O, Hacı Şahin rəhmətlinin dediyinə gəlib çıxıram. Əgər biz bir şeyi bilmiriksə, bilmək üçün biz hər şey edirik. Yəqin ki, yox. Deyirsiniz, bilgi ilə hər şeyə nail olmaq olmaz. Tamamilə razıyam. Mənim fikrim deyildi. Yəni, mən sadəcə Hacı Şahin Həsənlinin fikrini dedim. Həmin fikirlə də əks arqumentim yoxdur. Mənim bildiyim başqa bir şey var. Onu istəyirəm sizinlə bölüşəm. İnsanı tanımaq üçün nə edirlər? Götürürlər, onu operasiya eləyirlər. Ürəyi buradadır, mədəsi buradadır, ciyarı buradadır, beyni buradadır. Bununla biz nəyə nail oluruq? İçində hansı orqanları var? Onu öyrənirik. Amma onun dərinliyində nə var? Bununla bütün insanı öyrəndikmi? Yox. İnsanı öyrənmək üçün onu qəbul etmək lazımdır, olduğu kimi. O zaman sən fikirləşsən ki, bu insan niyə belə edir? Niyə belə danışır? Niyə belə düşünür? Niyə bu səhv etdi? Dərinlik odur. İndi biz deyirik ki, ona ehtiyac yoxdur. Ehtiyac oradan başlayır. Ki biz öyrənmək istəmirik, dərinliyə getmək istəmirik. Deyirik, lazım deyir. Onu yıxırıq Allahın boynuna, Allah bilər. Allah hər şeyi verir sənə. Cahillik xoşbəxtlikdir deyirlər. Bu belə bir deyim də var, cahillik xoşbəxtlikdir. Bəlkə həmin insanlar cahilliyi xoşbəxt ola bilmək üçün seçirlər. Çünki bildikcə artıq onun məsuliyyəti də artıraq insanın çiyinlərində. Ona bildiyinə çünki əməl etməlidir axı. Əməl etməsə artıq məsuliyyət artır. Tamam, doğru düşünürsünüz. Amma biz onu xoşbəxtlik adı verə bilərik ki, mən bilmirəm, bilmək də istəmirəm. Onun üçün mən xoşbəxt oluram. Xoşbəxtlik sənin daxilində yaşadığın hisslərdir. Sən necə yaşayırsan? Həyata baxışın necədir? Həyat sənə xoşdurmu? Özü olduğun kimi qəbul edirsən? Gördüyün işdən ləzzət alırsan? Yoxsa neysə gözləyirsən? Xoşbəxtlik sənin daxilində yaratdığı hissdir. Yoxdur elə bir şey. Mən pullu olacam, xoşbəxt olacam. Mən bilməyəcəm, məsuliyyət üstümə götürməyəcəm, xoşbəxt olacam. Bu avamlıqdır, cahilətlik dediyin odur bax. Ərşad bəy, ticarət məsələlərinə
biznes məsələlərinə gətirmək istəyirəm mövzunu. Mövzumuz genişləndi. Ə, Təbii ki, o mövzuları danışmaq xoşdur sizinlə. Sizdən öyrənmək xoşdur. Amma bilmək istəyirəm, bir ticarətçinin, bir biznesmenin həyatında elə sizin həyatınızda şərik xəyanəti, dost xəyanəti, amma biznes sahəsində olubmu? Başınıza gəlibmi? Xatirətiniz varmı bu barədə? Yox, mən həyatımda bir dəfə şərik işləmişəm. Mən hiss eləyəndə ki, şərikliklər hər şeyə razılaşasan, bu işi görüm, görməyim, burada ziyan olsa nə olacaq? Hardasa bir sizə deyərəm 98-97-ci illəri söhbət edirəm. Mən hiss eləyəndə ki, biz 4 şərik idik. Bu məni sıxır. Mən biraz azad yaşayan insanam. Səhv eləməkdən qorxmuram. Risk eləməkdən qorxmuram. Çox vaxtda fikirləşdim ki, məsələn bir şey görmək istəyirəm, ora pul qoymaq lazımdır. Amma bu başqasının da pulu var burada. Mən bunlarla necə razılığa gəlim? Bir-iki də söhbətində hiss elədim ki, bunlarda o risk, yəni o qorxu var. Mən o işdən aralandım, hesab kitab elədim və ondan sonra bir də şərik olmadım. Çünki şəriklik biraz qabağa önə alan şeydir. Belə. Qorxmuram, risk eləməyi xoşlayıram, sevirəm, riskdə qorxularım yoxdur deyirsiniz. Bəs hansı qorxularınız var bir biznesmen olaraq? Ona deyə bilməzdim, qorxularım yoxdur. Yəni qorxu var. Hamıda var. Bu da Allahın bir vergisidir. Onun üstün cəhətləri var, amma qorxunu ötüb keçmək, ona qalib gəlmək. Çox insanlar burada biraz ilişirlər. Mən spesifik sizin qorxularınızdan danışmaq istəyirəm. Biznesmen olaraq sizin hansı qorxularınız var? Məsələn, pul itirmək qorxusu hamıda var. Ki, mən əziyyətlə qazandığım pulu niyə itirim ki? Bəli, biznesmen olmayanda o pulu itirməkdən qorxur, bəli. Olanda olmayanda, yəni hamı itirməkdən qorxur. Niyə itirim? Çünki əziyyətlə qazanıbsan, o vaxt nə edirsən? Oturub biraz düşünürsən, şübhə altına qoyursan görəcəyin işi. Sonra orada bir aydınlıq gəlirsə, görürsən ki, hə, burada aydınlıq gəldi. Bunu etsəm bir şey, riski azaldırsan, o addımları atdıqca sənin o qorxun çəkilir. Qorxu o vaxta qədər var ki, və artır ki, sən o addımı atmayana qədər. O направление uşu başladın ki, getməyə o işin dalı sürə, o qorxu yavaş-yavaş azalır, sənin nailiyyətlərində sənin güvənci artırır. Baxın, özgüvən məsələsi önəmlidir. Özgüvən məsələsinə gəlib çıxdınız. Özgüvən məsələsi bu işlərdə çox önəmlidir. Siz həyatınızda necə təcrübə etmisiniz? Sıfırdan başladığınız zamanda və yaxud risk almalı olduğunuz zamanlarda özgüvəni hardan almısınız? Özgüvəni hardan əldə etmisiniz? Nədən qaynaqlanıb bu özgüvən? Bunu lap uşaqlıqdan mən bağlayardım. Mənim anam çox işlək adam olub. Biz çox kasıb ailədən olmuşuq. Anam çox çalışqan olub. Lap uşaqlıqdan bizə əməyi öyrədib. Və hər bir gördüyün işdə sən kiçik problemdə olsa üzləşirsən. Ya çətinliklə üzləşirsən, sən o çətinliyi, problemi həll edən zaman sənin güvəncin daha çox artır. Amma bir insan əgər heç vaxt əmək, fiziki iş görməyibsə, ya problemlə üzləşməyibsə uşaqlığından, bir həddə buluğa çatıb, bir iş görmək istəyir, o işdə problemlə üzləşən zaman nə fikirləşir? Yəqin ki, bunu mən başarmaram, bu mənim işim deyil. Yəni, necə deyirəm, tərbiyənin lap uşaqlıqdan verdiyi nələr varsa, o məni əks elətdirəm, yaşad olduqca, çalışqanlıq, həyat təcrübəsini nə qədər uşaqlıqdan veriblərsə, həddə buluğa çatandan sonra o da özünü göstərir orada. Yəni, uşaqlıqdan nə yığıbsansa, nə qədər yığıbsansa, bu mütləq sənin həyatda güzgü kimi göstərir. Bəzən deyirlər, həyat insanın güzgüsüdür, yəni odur. Valideynlər sizi izləyirlər indi hal-hazırda. Siz özünüz də valideynsiniz. Uğur qazanmaq üçün, uğur qazanan insan olması üçün valideynlər övladlarına nəyi etməlidirlər, nəyi etməməlidirlər? Baxın, bir məqamı artıq qeyd etdiniz ki, sizin ananız sizin zəhmət çəkməyinizə o qədər də belə deyək, ürək ağrısı ilə, narahatlıqla, əziyyət çəkməklə yanaşmırdı. Baxın, bu istiqamətdən nə tövsiyə edərsiniz valideynlərə ki, övladları gələcəkdə uğurlu insan olsun? Burada böyük problem bilirsiniz nədir, Pərvin bəy? Heç bir ana övladına əziyyət vermək istəmir. İstəmirlər. İstəmirlər. Müasir dövrdə timbol istəmirlər. Amma keçmiş elə bir şeydir ki, mən 66 təvəllüdəm. Deyək ki, mənim uşaqlıq illərim 80, 78-ci illərdə.
Bu dövrlərdə həyat tərzi çətin olduğundan valideyn uşağın nə əziyyət çəkdiyinə heç fikir vermirdi. Və tələbat var idi, yəni uşağın əməyinə. Hərə bir iş görərdi. Mənim yadıma gəlir ki, mənim 71-ci ildə biz ev tikirdik. Onu kərpici mən kəsirdim. Mənim 5 yaşım. Təsəvvür edirsiniz, gücüm çatmırdı, o palçığı qəlbə doldururdum. Sonra qəlbi başqası çıxardırdı oradan. Yəni, bu çətinliyi gözümün qabağına gətirirəm. Və o xoş bir əhval-ruhiyyə yaradır məndə. Ona düzgün baxsam, ona acısam, zənnət düşüncəmdə problem var. Sonra uşaqlığımız mal heyvan oturmaqla keçib, ot biçməklə keçib. Bu bizi formalaşdırıb, yəni əməksevərliyə. Mən onu önəmli verirəm. Deyirəm ki, mənim biznesimdə həyat tərzimi dəyişən və mən o problemlərdən, çətinliklərdən keçməyimin səbəbi uşaqlıqda aldığım fiziki güc, çətinlikdən necə çıxmaq olar, problemlə üzləşən zaman necə onu həll etmək olar, mən kökü ora bağlayıram. Nə məsləhət görərdim valideynlərə müasir dövrdə, mən də uşaqlarım müasirdir, yəni onların ehtiyacı olmayıb. Ən çox qorxduğum şey də olub. Varlı ailədə uşağın tərbiyəsi çox çətindir. Mən özümü demirəm varlı, sredni varlı deyə bilərəm. Onunla mən də üzləşmişəm. Bütün tələbatı var, ödənilir uşağın. Pul istəyir, pul da verirsən. Xalanın işdə də oldu yeməklə. Uşağın tələbatı ödənirsən, bu uşaq nə etməlidir? Boş qalır uşaq. Amma imkan varsa, varlı ailənin uşaqları mütləq seksiyalara, hansı bir işlərə, hansı bir önəmli olan şeyləri əldə etməlidir. Yəni, futboldur, idmandır, muzikadır, incə sənətdir, çox sahələr var da, yəni. Uşaq bekar olmamalıdır. Sən ona götürüb şəhər uşağını aparıb kətdə əziyyət verməyəcəksən ki, mal qoyunu otlatdırmayacaqsan ki, şəhərə uyğun nə mümkünsə uşağa vermək lazımdır. Və pula hərisliyini uzaqlaşdırmaq lazımdır. Həddi buluğa deyək 14-15 yaşına çatanda görə biləcək işi varsa onu o işləri öyrətmək lazımdır. Biz artıq verilişimizin sonuna gəlib çatdırıq Ərşad bəy. Çox maraqlıdır sizinlə müzakirə eləmək. Son suallarımı soruşmaq istəyirəm sizdən. Baxın, bir biznesmen düşüncəsi mənim üçün önəmlidir. Bu halda ki, əgər hər şey bir gün bitsə, bu günə qədər uğurlar əldə etmisiniz, varlıqlar əldə etmisiniz, varlanmısınız, dostlar əldə etmisiniz, əlaqələr əldə etmisiniz. Bunların hər biri bir gün bitsə, sizin dayanacaq nöqtəniz əsas nə olar? Yəqin ki, düşüncəm və xəsiyyətim. Mən o itirdiklərimi heyfslənmərəm. Heç utanmaram da gedib sıfırdan hər bir şey görərəm. Onu elə görərəm ki, o qədər gözəl görərəm ki, mən kimin yanında işə düzəlsəm belə, onlar mütləq məni görüb, mənim maaşımı artırarlar, sonra mənim vəzifəmi artırarlar və nailiyyətlərində olar yəni. Yəni siz özünüz də beləsinizmi? Yəni yanınızda olan işçiləri bir işə götürən kimi onların fəaliyyətinə uyğun olaraq məvaciblərini artırmağa diqqət göstərirsiniz? Əvvəllər yox. Sonralar dərk edəndə ki, yaxşı işçi ancaq verilən maaşa gəlmir. Biznesmenin ən böyük buraxdığı səhv odur ki, bir maaş ayrırlar, istəyirlər ki, o işçi o maaşla gözəl işlər, dəyərlər ortaya qoysun. Bu işləmir. Çünki yaxşı işçi həm hörmət, həm mahiyyət, həm inkişaf gözləyir. Ona verilən dəyəri gözləyir. Və sən onu demir, ona ehtiyac bilmir. Çünki bilməyən adamı, sahibkarı, biznesmenin bu düşüncəsi yoxsa, onu necə başa salsın ki, mən inkişaf istəyirəm, mən dəyər istəyirəm, mən hörmət istəyirəm, mən münasibət istəyirəm. Mən son 10 ili deyə bilərəm ki, işçini işə götürən zaman fərqi yoxdur hansı işə. Lap fəhləsin deyirəm, ya meneceri götürürəm, ya kladafişki götürürəm. Ona belə bir sual verirəm, belə bir açıqlama verirəm. Sən burada gördüyün işi görürsən, amma bir vaxtlar gəlib buranın direktoru da ola bilərsən. Bunun üçün qapılar açıqdır. Bütün məsuliyyət sənin üstündədir. Əlində gördüyün işi gözəl gör, təcrübən yığsa, təcrübə yığ, bilmirsənsə öyrən, mən səni görüb, bu işi sənə işə verə bilərəm. Yəni o inkişafın yolunu ona göstərirəm ki, qapılar açıqdır. Və
Bu minvandan məndə bir neçə işçi var ki, adi işçi kimi gəlib, menecer bir işləyir, biri исполнительный direktor işləyir, biri upravlyaş işləyir. Yəni bu yolu, bu qapını ona açan zaman orada dəyər görür. Və sənin onun şəxsi münasibətin, onun gördüyü işin dəyərin və tək maaş yox, maaşdan əlavə bir faiz ayırırsan, o faiz daha maraqlıdır. Və onun üçün daha maraqlı olur ki, həm faizdən əldə edə bilsin, həm vəzifə artımı olsun, fiks maaşı artsın. Sizin də çox maraqlıdır Ərşad bəy davam eləmək, mövzunu müzakirə eləmək. Suallarım da çoxdur, suallarım da qaldı, amma təəssüf ki, vaxtımız bitir. Təşəkkür edirəm sizə Ərşad bəy. Çox sağ olun. Sağ olun, gözəl suallarınıza görə mən də sizə təşəkkür edirəm. Vaxt ayırdınız bizə. Sağ olun. Vaxt ayırdınız. Sonda qeyd etmək istədiyiniz tövsiyə xarakterli nələrsə varmı? Biz çox şeyləri danışdıq. Önəmli olan bizim bu verişdə odur ki, mən Azərbaycan xalqına istəyərdim, bir tövsiyə edim. İnsanın insan olmağı üçün lap uşaqlıqdan uşaq böyütmək, gözəl insan böyütmək və onu cəmiyyət üçün yetişdirmək çox çətin bir şeydir. İstəyərdim ki, övladlarına ayırdığı vaxtı biraz da artırsınlar. Nə verəcəklərsə o olacaq. Amma Allah Teala insana hər şeyi verib və mükəmməl yaradıb. Orası oradan biz nə yığacaqsa, nəticədə olacaq. İstəyərdim ki, biraz diqqətli olsunlar övladına qarşı. Bir daha təşəkkür edirik Ərşad bəy. Mənim də sonda qeyd etdiyim kimi suallarım yenə qaldı. Bəlkə gələn görüşlərdə onları da müzakirə edərək. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Sağ olun. Olar. Sağ olun.